Deməli, bu günlərdə yenə də Şah İsmayıl Xətainin ədəbi və tarixi kimliyi müəyyən müddəalar altında sual işarəsi altına qoyulur. Yəni Şah İsmayılın kim olması, ədəbiyyatdakı mövqeyi yenə də müəyyən problemlərlə üzləşdirilir. Bu günlərim biz Şah İsmayıl Xətainin ədəbi yaradıcılığının Azərbaycan və Türk ədəbiyyatşünaslığındakı mövqeyinə baxacağıq. Görək onun mövqeyi hardadır ümumiyyətlə? Yəni Şah İsmayıl Xətai ədəbiyyat baxımından hansı mövqeyə yaxındır? İlk öncə biz buna nəzər yetirə bilərik ki, müasir Türkiyədə, İç Anadolu tərəflərdə Bəktəşiyyə deyə bir təriqət var. Ki, Bəktəki təriqəti çox qədim təriqətlərdən biri hesab olunur və onun ümumi kontingentini yerli türklər və Kərkük türkləri təşkil eləməyə çalışırdı. Onlar təşkil edirdi. Və bu təriqətin də 7 ulu ozanı vardı. Bu 7 ulu ozan Seyid İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Yəmini, Virani, Qul Himmət, Pir Sultan Abdal və Şah İsmayıl Xətai idi. Maraqlıdır, Anadolu cəmiyyətində Şah İsmayıl Xətai ozan olaraq qəbul olunması hardan gəlir? Yəni Şah İsmayıl Xətai niyə Anadolu cəmiyyətində ozan kimi qəbul olunsun? Bir halda ki, onu da qeyd edə bilərik ki, biz Anadolu cəmiyyətində olan aşıqlarla Azərbaycandakı İrəvan, Qarabağ aşıqları arasında böyük fərqlər var. Bizim öz aşıqlarımız, yəni Qarabağ və İrəvan cəmiyyətinin aşıqları daha çox ustadnamələr, dodaq dəyməz, dil dönməz və yaxud da mövzu etibarilə gözəlləmələr və yaxud da daha çox real mövzulara toxunmağa çalışırdılarsa, Anadolu cəmiyyətinin aşıqlarına biz baxanda görürük ki, təsəvvüf və irfani motivli mövzulara toxunmağa çalışırdılar. Və bu, onların folkloruna oturuşmuş bir mövzu idi. Burada ümumiyyətlə, yəni də sual çıxır ki, Xətainin nə aidiyyəti var Anadolu cəmiyyətindəki o folklora, Xətainin niyə Bəktəşi cəmiyyəti onu qəbul eləməyə çalışır? Bunu ən yaxşı formada o dövrün tədqiqatçılarından olan Abdülbaqi Gülpınar, daha doğrusu Abdülbaqi Gölpınar daha yaxşı cavabını verir. O deyir ki, Bəktəşi Ələviyyə təriqətində Xətainin müstəsna rolu vardı və Şah İsmayıl Xətai Yunis Əmrənin davamçılarından hesab olunurdu. Ümumiyyətlə daha doğrusu Abdülbaqi Gölpınar o dövrün ədəbiyyatını iki hissəyə ayırırdı. Bir, saray ədəbiyyatı və xalq ədəbiyyatı. Saray ədəbiyyatının elit dili ərəb və fars dillərindən formalaşmışdı. Xalq ədəbiyyatı isə türk dilinin gətirdiyi müəyyən poeziya, müəyyən heca vəznində olan nümunələr əsasında formalaşmışdı. Burada Gölpınar bir fikir deyir ki, İsmayıl Xətai həmin bu folklordan olan ənənələri və dili elitar səviyyə, saray səviyyəsinə qaldıran yeganə şəxsiyyətdir. Və onun dili canlı, irfani bir dildir. Çox maraqlı bir fikir deyir orada. Deyir ki, ümumiyyətlə Şah İsmayıl Xətainin yaradıcılığındakı Əhl-i-Beyt sevgisi, Həzrəti Əli əleyhissalama olan məhəbbət, vəhdətül vücud nəzəriyyəsi elitar dildə olan və yaxud da Nəsimi və digər şairləri burada özümüzdən əlavə edir təbii ki. Orada Abdülbaqi Gölpınar 13-cü, 14-cü əsr şairlərin dili ilə orada o ifadəni istifadə eləmişdi. 13-cü, 14-cü əsrdə olan şairlərin həmin bu irfani motivləri, intellektual və qarma-qarışıq allegoriyalarla istifadə elədiyi həmin bu mövzuları Şah İsmayıl Xətai sadə xalq dilində folklor ağzı ilə istifadə eləməyə çalışırdı. Və buna görə də Bəktəşilər onu daha çox hörmət eləməyə, daha çox onu mənimsəməyə başlamışdılar. Və eyni zamanda orada deyirdi ki, Şah İsmayıl Xətainin şeirlərində lirik coşqu var. Yəni irfanda normalda sadəlik, həlimlik, riyazət məsələləri Şah İsmayıl Xətaidə həmin bu türk folklorundan gələn lirik coşqu daha çox özünü göstərməyə çalışır. Və biz
Abdülbaqir Gölpınarın bu fikrini, ümumiyyətlə bu fikirlərini Şah İsmayıl Xətainin bir şeiri ilə əsaslandıra bilərik. O deyir ki, bu gün ələ almaz oldum mən sazım, ərşə dirək-dirək çıxar avazım. Dörd şey vardır, bir qarındaşa lazım, biri elm, biri kəlam, biri nəfəs, biri saz. Burada diqqətə layiq məsələ nədir? Qarındaş və saz sözü. Qarındaş ifadəsi bugünkü müasir Azərbaycan dilindəki qardaş sözünün etimoloji kökənidir. Necə ki, yoldaş, sirdaş, vətəndaş kimi ifadələr vardısa, qardaş sözü həmin bu qarındaş sözündən törənmiş ifadədir ki, müəyyən orada səs düşümünə məruz qalır. Bir də burada saz sözüdür. Saz sözünü də Ahmet Hamdi Tanpınar daha yaxşı izahını verir. O, ümumiyyətlə Şah İsmayıl Xətaini yenə də Yunisin davamçılarından hesab edirdi və türk dilinin mühafizəkarı adlandırırdı. Yəni mühafizəkar dediyimiz də, yəni türk dilinin bir növ yayılmasında, türk dilinin saray ədəbiyyatı səviyyəsinə və elitar səviyyəyə gəlməsində müstəsna rolu olduğu bir şəxs kimi qeyd eləyirdi. Və o da deyirdi ki, Füzuli kimi nəhənglər, Füzuli kimi böyük şəxsiyyətlər çətin dildə yazsa da, Xətai öz şeirlərində xalq dilindən istifadə eləyirdi və həmin o irfani, fəlsəfi məsələləri xalq dilinə, xalqa çatdırmağa müvəffəq olurdu. Və o Xətainin yaradıcılığını Ahmet Hamdi Tanpınar həm söz, vəzn etibarindən, həm də musiqi etibarindən təhlil edirdi. Ümumiyyətlə, biz Xətainin yaradıcılığına baxanda görürük ki, Şah İsmayıl Xətai ümumiyyətlə şərq və türk ədəbiyyatında yenilik gətirərək heca vəznli şeir formasını gətirir, qoyur elitar ədəbiyyata, yəni mədəniyyət səviyyəsində olan ədəbiyyata. Heca vəzni normalda folklor ədəbiyyatından qalan subkultural bir anlayışdır. Amma həmin bu subkulturanı Şah İsmayıl Xətai gətirir, mədəni səviyyədə əruz vəzninin yanına qoymağa bacarır. Və məhz ona görə də Abdülbaqir Gölpınar deyirdi ki, Şah İsmayıl Xətainin qəzəllərindənsə heca vəznində yazdığı şeirlər onu daha yaxşı ifadə eləyirdi. Və Tanpınar da burada da bu məsələyə toxunur. O daha doğrusu Tanpınar söz və vəzn məsələsindən ziyadə Xətainin yaradıcılığında saz məsələsinə toxunur. Deyir ki, saz Anadolu folklorunun unudulmaz bir musiqi alətidir. Və bu alət də folklor musiqi alətidir ki, Şah İsmayılın bu musiqini saray səviyyəsindən qaldırması da bir növ əslində saza və türk kulturuna verdiyi dəyərin göstəricisidir. Təbii ki, burada Pir Sultan Abdaldan da örnək göstərir. Yəni Pir Sultan Abdal folklor şairidir, folklor ədəbiyyatının nümayəndəsi idi. Amma deyirdi ki, hər iki şair ümumiyyətlə sazla, sözlə irfani və təsəvvüfi məsələləri mükəmməl səviyyədə çatdıra bilirdi. Əslində belə baxanda hər iki belə deyək, mütəfəkkirin fikirləri Xətai haqqında müsbət idi. Hətta Ahmet Hamdi Tanpınar Xətainin obrazını ayrı-ayrılıqda təhlil eləyərək deyir ki, Anadolu kultunda Aşıq Xətai obrazı var. Bu Aşıq Xətai obrazı nədir? Biri var Şah İsmayıl Xətai, yəni tarixi şəxsiyyət olan, bir də Aşıq Xətai. Əslində personaj olaraq, daha doğrusu prototip olaraq eyni insanlardır bunlar. Yəni Şah İsmayıl Xətaidən söhbət gedir burada. Amma Anadolu insanının anladığı Xətai daha çox həmin bu irfani məsələlərdən danışan şair Xətaidir. Həm bu şiəlik, ələvilik kultlarından və yaxud da motivlərindən şeir yazan həmin bu Xətaidən danışırdı. Amma orada hətta bir söz də deyir ki, qılınclar və imperatorluqlar unudulur və ya mübahisə mövzusu tamamilə yox olur, lakin sazın və sözün ifadəsi səmimi bir nəfəs yaradır. Kimdə? Həmin bu Anadolu folklorunda.